Salam dostlar, bu videoda sizə ən sadə yolla muncuq çantaya astar tikmə yöntəmini öyrədəcəm. Mənim çantam kristal muncuqlardan hazırlanıb, ancaq fərqi yoxdur. Akril də ola bilər, mirvari də ola bilər. Bütün çanta növlərində bu yöntəmdən istifadə edə bilərsiniz. Bizə isə əvvəlcə santimetr lazımdır. Videoda gördüyünüz formada əvvəlcə hündürlük, ön hissə, alt və arxa hissənin hündürlüyünü ölçüb dəftərə qeyd edirik. Sonra isə çantanın uzunluğunu, önü, yanları və arxa hissəsinin uzunluğunu videoda gördüyünüz şəkildə ölçürük. Santimetri başladığımız hissədə bitirib dəftərə qeyd edirik. Qeyd etdikdən sonra isə onu 2-yə bölürük. Hesabladıqdan sonra alınan rəqəm və dairəyə aldığım rəqəmlər astarımızın eni və uzunluğu hesab olunur. Parçamızı götürüb əvvəlcə onun üzünü və arxasını təyin edirik. Sürüşkənli hissə ön hissə, biraz sürüşkən olmayan hissə isə onun arxasıdır və arxa hissədən biz çertyojumuzu çəkirik. Ölçülərimizə uyğun çertyoj çəkirik düzbucaqlı formada və onu kəsəcəyik. Mən ziqzaq formasında qayçıdan istifadə edirəm, amma siz düz formada qayçıdan da istifadə edə bilərsiniz. Heç bir fərqi yoxdur. Son olaraq kəsdiyimiz düzbucaqlının ölçülərini yoxlayırıq. Görək ki, düz kəsmişik, yoxsa yox, ölçülərimiz uyğun gəlirmi? Parçamızı videoda gördüyünüz şəkildə qatladıqdan sonra yan hissələrdən tikməyə başlayırıq. Amma əvvəlcə bunu bulavka ilə bərkidirik ki, tikmə daha rahat olsun. Onu da qeyd etməliyəm ki, parçamızın üz hissəsi, yəni sürüşkən üzü içəridə, sürüşkən olmayan hissəsi isə çöldə qalmalıdır. Yan hissələri tikiş maşını ilə tikdikdən sonra astarımızı çantanın içərisinə qoyub həm ölçülərimizi yoxlayırıq, həm də yuxarı hissədən astardan nə qədər tikəcəyimizə baxırıq. Ölçümüzü müəyyən edib yenidən sancaqlayırıq. Sancaqladıqdan sonra tikiş maşınından keçirdirik. Astar tikmənin 3-cü etapında çantanın yan hissəsini ölçürük. Bu məndə 5 santimetrdir. Astarın alt hissəsinin künclərini 3 gün şəklə gətirib 5 sm ölçüsündə işarəmizi qoyub tikirik. Tikdikdən sonra belə görünür. Astarda artıq 3 günc hissəni kəsirik. Əslində kəsməmək də olar, ancaq mən kəsirəm. Son olaraq alışqan vasitəsilə astarın kənar hissələrini yandırırıq ki, artıq iplər çıxmasın. Bu
Bu hissədə ehtiyatlı olun, əlinizi və ya astarı yandırmayasınız. Bununla da astarımız hazırdır və artıq onu çantanın içərisinə yerləşdirə bilərik. İpəzor vasitəsilə astarı çantaya bərkidirik ki, tikiş zamanı sürüşmə olmasın. Mən çantalarımı videodakı jilkalar vasitəsilə tikirəm. Rəngli və ağ muncuqlarda şəffaf, qara muncuq olanda isə qara jilkadan istifadə edirəm. Jilkanın ölçüsü təxminən 0,2 və ya 0,3 mm-dir. Əgər jilkanız yoxdursa, adi iplə də tikə bilərsiniz. Astarı çantaya tikməyə yan hissədən başlayıram. Nəzərə alıram ki, astarın ortası ilə yan hissənin ortası üst-üstə düşsün. İpi iynə ilə astara bərkitdikdən sonra muncuqdan keçirdirəm və belə parça, bir dəfə parçadan, bir dəfə muncuqdan, bir dəfə parçadan, bir dəfə muncuqdan deyə tikib gedirəm. Dildə asan görsənsə də, prosesdə biraz çətindir. Nəhayət bu formada bütün çantanı tikib getmək lazımdır. Sonda çantamın astarı bu formada alındı. Ümid edirəm ki, az da olsa sizə köməyim dəydi. Videonu bəyəndinizsə, like edib abunə olmağı unutmayın.